Değerli 7-ci sinif, xoş gördük. Yeni tədris ilinə uğurlar arzulayıram. Və 7-ci sinifdə yeni kitab var, bilirsiniz. Və bu kitabın istəyirəm ki, sizə dəstək olmaq üçün video izahlarını paylaşım ki, olur da dərsdə əgər çətinlik çəkən şagirdlər varsa, buradan istifadə eləsin. Amma bir xahişim var, mənə dəstək ol. YouTube kanalımın istəyirəm ki, böyüdüm, izləyiciləri çoxalsın. Ona görə sən də mənə dəstək olmaq üçün bir izləyici olaraq abunə ol YouTube kanalıma. Mütləq hər videoda like at, şərh yaz ki, bu da mənə bir motivasiyadır. Və mən sizə gözəl bir xəbərim də var. Bax, bəzən şagirdlər dərs izahatını da ehtiyac duyurlar. Məsələn, birinci dərsimiz rasional ədədlərdir. Mən sizə hətta əlavə olaraq, baxın, bu şəkildə konspekt təqdim edirəm. Konspektin PDF-ini istəyənlər, yəni ki, bu şəkili istəyənlər, dediyim kimi qrupa daxil edəcəm. Qrupumuzun QR kodu budur və yaxud da linkini zaten aşağıda açıqlama qisminə qeyd eləyəcəm. Və sadəcə o link vasitəsilə qrupa daxil olun ki, mövzuların bu şəkildə konspektini həm də əldə eləyə biləsiniz. Bütöv kitab kimi əldə eləyənlər isə nömrəyə yazıb əldə eləyə bilər. Amma hər dərs üçün zaten mən qrupa bunu daxil edəcəm. Demək ki, siz mütləq qrupa daxil olun ki, həm videoları, həm konspektləri, əlavə KSG, BSG-ləri buradan əldə eləyə biləsiniz. İlsə mən sizə bunu bir neçə saniyə ekranda saxlayıram. Baxın, öyrənin, sonra keçək misal həlinə. İndi keçək misal həlinə. Bəli, deməli, birinci mövzumuz rasional ədədlərdir və çalışmamızda bizə nə deyir görək. Dediyim kimi, mövzu izahatını artıq mənim konspektimdən əldə eləyin. Birinci sual deyir ki, verilən ədədlər arasından A bəndində müsbət ədədləri, deməli, hal-hazırda biz bunu işləyirik, müsbət ədədləri, sonra mənfi ədədlər müəyyən edilir. Deməli, sarı rəngdə işarə eləyəcəklərim müsbət ədədlər olacaq, dəyərli şagirdlərimiz. Baxaq, müsbət ədədlər qarşısında bax, bu şəkildə müsbət yazılanlardır və ya heç bir işarə qoyulmayanlardır. Bunları tapdıq. Aha, bəs yaxşı, ay müəllim, burada 2 mənfi yan-yana var. Bəli, bax, burada da həm mötərizə daxilində, həm mötərizə xaricində olanlar bir-birinə vurulur. Baxın, bu nümunədəki kimi. Və bu şəkildə olanlar da sən demə, müsbət ədədlərimiş. İndi mənfiləri istəyir bizdən. Mənfiləri də qırmızı ilə eləyək. Deməli, bunlar isə mənfilərdir. Siz mənfi ədədlər, müsbət ədədlər başlığı ilə bunları dəftərinizə köçürdün. İndi davam eləyək. İkinci sual deyir, boş xanalara müsbət və ya mənfi işarəsini uyğun yaz. Gəl yazaq. Bax, yadında saxla. Biri mənfi, biri müsbət. Elə bir mənfi düşməndir, müsbət isə dostdur. Zaten mənfi ilə müsbət dost ola bilməz. Yəni, mənfi ilə müsbətə vuranda yenə də mənfi qalacaq. Burada 2 mənfi, yəni 2 düşmən. Zaten 2 düşmən bir-birindən elə dost olacaq. Elə bir mənim düşmənlərim öz aralarında dost olmuş olacaq. Başa düşdünüz? Ona görə yadımızda saxlayaq. 2 mənfi gələndə bu mənfi gəlir bunun üzərinə və belə bir işarə. Yəni müsbət olur. İndi gəl bura. Bax, 3 dənə mənfi. Yadında saxla. Tək sayda mənfi varsa, cavabda mənfi qalacaq. Cüt sayda mənfi varsa, məsələn, burada 4 dənə olsaydı, 6 dənə olsaydı, onda müsbət olacaqdı. Gəl bura baxaq. Aha, burada cavab müsbət çıxıb. Dedim, axı, qarşısında mənfi işarə, müsbət işarə yoxsa, deməli, müsbət sayılır. Cavab müsbət çıxıbsa, dəyərli şagird, onda bu mənfi içəridə də bir mənfi olubmuş ki, vuranda cavabı müsbət çıxıb. Deməli, bunun cavabı nədir? Növbəti səhifəyə keçək. Üçüncü tapşırıq. Deyir, koordinat oxunda boş xanalara uyğun kəsirləri tapın. Yadında saxla. Bax, soldan sağa doğru gəlirəmsə, mənfi hissədə, bax, bura mənfi hissədə axı, mənfi hissədə ədədlər əslində azalır. Yəni, burada mənfi 5-də 4 dayanır. Onda burada mənfi 5-də 2 dayanacaq, mənfi 5-də 1 dayanacaq. Gəlib mənfi 5-də 0-a çatıblar. Sonra isə yadında saxla, bura müsbət sahədir. Burada isə başlayır artmağa. 5-də 1, 5-də 2, əlbəttə ki, 5-də 3, 5-də 4, 5-də 5. Və salam. Növbəti hissə rasional ədədlər öyrənmədir. Yəni, burada hansı ədədlərə rasional ədədlər deyilir? Gəlin biz bunun
konspektini əldə eləyək və misallarımıza davam edək. Budur bizim konspektimiz. Buyurun. Ekranda biraz saxlayıram. Dediyim kimi şəkli zaten WhatsApp qrupumuza göndərəcəm və WhatsApp qrupumuzun linki, QR kodu da həm açıqlamada var, videonun əvvəlində də QR kod var. Qrupumuza daxil olaraq bu şəkli hazır əldə edə bilərsən, PDF şəklində əldə edib çıxarda bilərsən. Əlinin altında gözəl bir konspekt olsun. İndi isə misallarımıza keçək. Yəqin ki, nəzəri hissəni öyrəndin. Görək buradakı çalışmamızda nə deyir? 4-cü çalışma. Verilən rasional ədədlərin müsbət yoxsa mənfi ədəd olduğunu müəyyən edin və əksini yazın. Aha. İndi gəl baxaq. Müsbət və ya mənfi ədəd olduğunu müəyyən etmək üçün qarşısındakı işarəyə baxacağıq. Tək sayda mənfi varsa mənfidir, cüt sayda mənfi varsa müsbətdir. Bax, burada mən tək sayda mənfi görürəm də cəmi bircə dənə mənfi görürəm. Deməli, dəyərli şagird, bu nəymiş? Bunun üçün yazırsan mənfidir. İndi axı mənə deyirdi ki, nə deyirdi? Əksini də yaz deyirdi. Aha, bunun əksini yazanda bax belə ox qoy, dəftərində yaz əksi və cavabı bunun müsbət versiyasını yaz. Vəssalam. İndi gəl bura baxaq. Bax, 2 dənə mənfi görürəm. Bunlar 2 mənfi birləşir nə olur? Müsbət. Deməli, bunun üçün yazırsan ki, bu müsbət ədəddir. Əksini yazanda yadında saxla. Müsbətlərin əksi mənfidir. Deməli, bunun üçün yazacaqsan mənfi 3/1. Bunun əksidir. Bura baxaq. Ayırın bunu. Bir dənə mənfi görürəm, düzdürmü? Deməli, nə yazacam bura? Mənfi yazacam. Aha, bəs əksini də istəyirdi. Əksi üçün nə yazacam? Bunun müsbət halını yazacam. Yəni, sadəcə 4/3 yazacam. Vəssalam. Bura baxaq, 2 mənfi birləşir. Nə oldu bunun cavabı? Müsbət. Bəs əksini istəyirdi. Ay müəllim, əksini yazaq da. Müsbətin əksi nə idi? Mənfi. Vəssalam. Bura baxaq, 2 mənfi görürəm. Dəyərli şagird, məndən qabaq özün də nə oldu? Müsbət. Əla. Bəs əksini istəyir. Əksi nə oldu? Mənfi 4/7. Bu da əla. Gəl baxaq, mənfi müsbət oldu. Ay müəllim, bunun cavabını müsbət yazacağam. Əla eləyəcəksən. Bəs əksini nə yazacaqsan gözəl şagirdim? Onda mənfi yazacağam. Çünki müsbətin əksi mənfidir. 5-ci tapşırığa baxaq. Verilən rasional ədədləri məxrəci natural ədəd, bax, natural ədəd olmaqla ixtisar olunmayan kəsir şəklində yaz. Hətta sizə nümunə də veriblər. Məsələn, birinci həmişə nümunələri də araşdıra bilərsən. Bax, deməli, burada əslində sənə demək istəyir ki, ay gözəl şagird, burada sadəcə ixtisar elə, gəl çıx elə bir kəsirə ki, artıq nə olsun? İxtisar olunmayan olsun. Gəl baxaq, birinci növbədə, müəllim, mən mənfi gördüm, deməli bunun cavabı müsbət olacaqmı? Bəli, düz fikirləşirsən. Bəs ixtisar edə, ixtisarı artıq 5-ci sinifdən bilirsən, yəqin ki. Nə demək idi? Həm sürəti, həm məxrəci ən böyük ortaq bölənə bölürdük. Bəli, yadıma düşdü. Aha, gəl eləyək. 24 ilə 32-nin ən böyük ortaq böləni 8-dir. Yəni, sən 24-ü də 8-ə bölürsən. 32-ni də 8-ə bölürsən və bərabərdir. Kəsir şəklində yazsan. 32-ni 8-ə bölsən 4, 24-ü 8-ə bölsən 3. Vəssalam. Gəl buna baxaq. Birinci özün de. Əvvəla mənfi işarə qalacaq. Niyə? Çünki bir mənfi olanda qalırdı. 2 mənfi sürət məxrəcdə olanda müsbətə çevrilirdi. Aha. Onda 51 və 34-ü, ay müəllim, neçəyə bölərdik? Kömək eləyim sənə. 17-yə böl. 51-i 17-yə böləndə 3, 34-ü 17-yə böləndə 2. Gəli bura baxaq. Aha, 2 mənfi görürəm müəllim. Deməli, müsbət olacaq. Bəli. Aha, yaxşı. Və 75 və 50-ni neçəyə bölüm? Təbii ki, 25-ə böləsən. 25-ə böləndə burada 3, burada 2 qalacaq. Burada 1 mənfi görürəm. Deməli, cavab mənfi olacaq. Bəli. 21 və 28-i 7-yə bölüm. Bəli, aşağıda 3, yuxarıda 4. Və davam eləyək. Hə, bəs müəllim, bu şəkili necə yazın? Bu şəkli əvvəla onluq kəsiri adi kəsirə çevir. Bu axı 10-da 8 deməkdir və qarşıdakı mənfi də öz yerində qalır. Çünki 1 mənfidir də o yüzden. Və hər ikisini 2-yə ixtisar eləyək. Deməli, qalacaq mənfi 5-də 4. Bəs bunu necə yazın? Bunu əvvəla %75 kimi yaz. Sonra hər ikisini 25-ə ixtisar eləyəcək 4-də 3. Bunu necə yazaq? Bax, birincisi mənfi qalacaq. Bu 1. Və yadında saxla. Bunu əvvəla 2 tam 10-da 5 kimi yaz. Aha.
Bəs sonra mənfi 2 tamı qalsın. 5 ilə onu ixtisar elə. Qalsın nə? 2-də 1. Neçəyə ixtisar elədik? Təbii ki 5-ə. Bəs bu mənfi qalır. 1 tam. Bu eləyir %25. Aha, mənfi 1 tam. 100-lə 25-i də 25-ə ixtisar edə bilərsən də. Nə qalır? 4-də 1 qalır, dəyərli şagirdim. İstəsən bunu düzgün olmayan kəsrə də çevirə bilərsən. Növbəti səhifəmizə baxaq. Aha, növbəti səhifəmiz. Boş xanalara uyğun tam ədədləri yazın. Gəl baxaq. Deməli, mənfi 16-da 14-dür. Fikir ver. Bunun məxrəci, gəl mən bunu biraz nazildə deyəcəm. Bunun məxrəci, dəyərli şagirdim, 8-ə dönübsə, deməli bunu neçəyə bölüblər? 2-yə. Aha, mən də 2-yə bölsəm və bir mənfi varsa, təbii ki, burada mənfisi qalır və burada da eləyir 7. Bəs sonra, ay müəllim, bu 7 21-ə çevrilir. Hə, sonra bilirsən nə ediblər? 3-ə vurublar hər birini. Onda aşağı neçəyə dönür? 24-ə. Vəssalam. Gəl bura baxaq. Bax, 28-dən 14-ə düşüblər. Nə ediblər? 2-yə bölüblər. Deməli, buranı da 2-yə böləcəkdilər və bir mənfi varsa, deməli cavabda mənfi qalmalıdır. Aha, 42-ni 2-yə böləndə cavabımız 21. Bəs sonra 21 3-ə düşübsə, deməli 7-yə bölüblər. Bəli, onda buranı da 7-yə bölürük. 14-ü 7-yə böləndə burada 2 qalır, mənfisi də öz yerində qalıb. Növbəti. Bax, 3-dən 6-ya keçiblər. 2-yə vurublar. Deməli, mən buranı da 2-yə vurmalıyam. Onda bura olur mənfi 8. Sonra mənfi 8-dən 16-ya keçiblər. Və fikir ver, mənfi var idi. İndi mənfi qala da bilər, qalmaya da bilər. Məsələn, biz mənfini saxlasaq, mənfi 8-dən 16-ya keçmək üçün nə ediblər? Müsbət 2-yə vurublar. Onda 6-nı da 2-yə vursaq, bu isə eləyir bizdə 12. Mənfini saxlamaq istəyirsənsə, mənfi. Yox, əgər mənfini saxlamaq istəmirsənsə, onda gələk hər ikisini mənfiyə vurardıq. Amma biz mənfini saxlayırıq. Və növbəti, baxın, burada neçə dənə mənfi var? 3 dənə, əla. Deməli, mənim cavabım mənfi olaraq qalmalıymış. Bəli, mənfi olaraq da saxlayıblar. İndi bax, 27-dən 3-ə düşüblərsə, neçəyə bölüblər? Təbii ki, 9-a bölüblər və demək ki, bunu da 9-a bölüblər. Onda burada neçə eləyir? 4. Bəs yaxşı, burada nə baş verib? Burada da 4-dən 8-ə keçiblər. Neçəyə vurublar? 2-yə. Deməli, mən buranı da 2-yə vurmalıyam və mənfi də qalır. Onda cavabımız eləyir mənfi 6. İndi bəzi şagirdlər deyər ki, ay müəllim, bizim sinifdə müəllimimiz dedi ki, mənfini itirmək lazımdır, çünki qarşıdakı mənfi itib. Mənfini itirmək lazımdırsa, onda biz burada mənfi 4 götürməliydik. Mən sizə bunun 2 versiyasını deyirəm. Çünki mən məsəl üçün şagirdlərimə hər iki halda soruşuram. Sizə də hər iki halda izah edirəm. Baxın, yəni müəlliminiz sizdən mənfini tələb edirsə, onda sən gələk burada da mənfi yazardın ki, qarşıdakı mənfi yoxa çıxsın. Yox, əgər məsələn mənim kimi deyirəm ki, ay şagirdim, nə vaxt mənfi yoxa çıxardı, nə vaxt mənfi qalardı? Deyirsən ki, ay müəllim, burada bir mənfi var. Mənfini saxlamaq istəyirəmsə, onda mən sadəcə bura bir mənfi yazmalıyam. Bu şəkildə. Aha, gəlin baxaq bura. Verilən ədədlərə bərabər kəsirlər yazın. Məxrəci 18 olan kəsirə çevirməliyik. Bax, bu xanadakıların hamısını məxrəcləri 18-ə çevirməliyik. Gəl baxaq. Deməli, bunu məxrəcini 18-ə çevirmək üçün sürəti də məxrəci də neçəyə vuraram ki? 2-yə vuraram da, elə deyil. Onda olur nə? 18-də 2. Aha. Bunun məxrəci mənfi 6-dır, amma mənə deyir ki, məxrəc müsbət 18-ə çevirsin. Deməli, mən bunu mənfi 3-ə vurmalıyam. Onda bunu da mənfi 3-ə vururam. Olur 18-də, bu dəfə fikir verin, yuxarıda mənfi 3 qaldı. Bəs bu, burada zaten əvvəla mənfi gedir. Düzdürmü? Mənfi gedir. Zaten bu müsbət kəsirdir. Deməli, mən bunun məxrəcini 18-ə çatdırmağım üçün hər ikini, sürəti də, məxrəci də 6-ya vurmalıyam. Olacaq 18-də 30. Hə, bəs ay müəllim, heç burada məxrəc yoxdur axı. Məxrəc olmayanda özün məxrəcə bir at
Vəssalam. Gəl baxaq. Məxrəcimi 18-ə çatdırmaq üçün təbii ki də 18-ə vurmalıyam, onda surəti də 18-ə vurmalıyam. -4-ü 18-ə vuranda cavab eləyir -72. İndi gəl görək bu birisi xanada nə istəyiblər bizdən? Məxrəci 24 olmağını istəyiblər. Gəl baxaq. Deməli mən bunun məxrəcini 4-ə vursam, surəti də 4-ə vursam, 24-də 20 alınacaq və bunların istədiyi kimi məxrəcimiz 24-ə çatacaq. Bəs burada onda mən bunu -6-ya vurmalıyam ki, məxrəc müsbət 24-ə çevrilsin. Onda mənim misalım bu hala düşür. -24-də, daha doğrusu, üzürlü say mənfi deyil, axı müsbətə çevrildi. Müsbət 24-də -42 oldu, dəyərli şagirdim. Aha, bəs burada zaten mənfilər gedirdi, hə? Əlbəttə ki, mənfilər çıxdı, getdi. İndi mən bunun məxrəcini 24-də çatdırmağım üçün sürəti də məxrəci də 2-yə vurmalıyam. Onda olacaq 24-də 34. Bəs burada, hə, yadımdadır müəllim, dedin məxrəcinə 1 at. Bəli, düz yadındadır. Onda hər ikisini 24-də çatdıraq, daha doğrusu 24-də vuraq. Sürətimiz eləyəcək -72. Növbəti koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatlarını müəyyən edin. Aha, çox gözəl sualdır, misaldır, belə deyək. Gəlin baxaq, dəyərli şagirdim. Birinci biz baxaq ki, burada neçə bölgü var. Baxın, bunu necə sayaq? 1, 2, 3, 4 bölgü var. Deməli, mən bunu yazanda özdə fikir verin. Sıfırdan sola doğru gediblərsə, bu mənfi sahədir. Onda mən bunu yazanda S nöqtəsi 4 bölgüdən nədir? 1-idir. Yazacağam -4-də 1. Bəs bunu təbii ki, -4-də 2. Bəs ay müəllim bu, bunu yazanda yadında saxla. Yenə bölgülər zaten eynidir. Bu da birinci yerdə dayanıbsa -4-də 1 olacaq. Lakin bunun sağ tərəfində hansı tam yazılıbsa, tam hissəyə bu hissəni yazırıq. Deməli, A nöqtəmiz -1/4-də 1-dir. Yaxşı, gələk D nöqtəsinə. Hə, müəllim, deməli, sənin dediyinə görə bundan solda 1 varsa, deməli, mən burada 1 tam yazacağam. Birinci bölgüdədirsə 4-də 1 yazacağam, eləmi? Bəli. Hamısında 4-də 1 yazacağam? Xeyr. Bax, sən birinci bölgüləri bölməliydin, görürsən 4 bölgü olduğuna görə elə yazdıq. Yaxşımı? Gəl B bəndinə baxaq. Deməli, birinci bölgüləri say. 1, 2, 3, 4, 5. Ay, sağ ol. Deməli, burada hər bölgü 5-də 1-dir. Onda birinci 5-də 1-dir, bəli. Sıfırdan sağda, solda olduğuna görə -5-də 1-dir. Tamamilə doğrudur, artıq öyrənmirsən. Onda ikincisi -5-də 2-dir, bəli. Bəs bu -5-də 4-dür, dəyərli şagirdim. Bəs yaxşı, H bəndi əvvəlcə 1 gəlir, deməli 1 tam yazacağam. Tamamilə doğrudur və burada birinci yerdə olduğuna görə 4-də 1, daha doğrusu üzürlü say 5-də 1 yazacağam. Yadıma düşdü. Bəli. Davam eləyək. 9-cu sual. Damalı vərəqdə 6 damanı bir vahid qəbul etməklə koordinat oxu çəkin verilən nöqtələri qeyd edin. Gəl baxaq. Deməli, bax, bu bilirsən sənə nə deyir? Deyir, 6 damanı bir vahid qəbul elə. Bax, tutaq ki, 0 nöqtəsi buradadır, başlanğıcda axı. Onda biz 6 dama sayırıq. 1, 2, 3, 4, 5, 6. Buna 1 deyirik. Eləcə də 1, 2, 3, 4, 5, 6. Biraz uzadaq. Buna da nə deyəcəyik? -1 deyəcəyik. Vəssalam. Gəl baxaq. İndi bax, mənə deyir ki, 6-da 5 qur. Quraq da. 6-da 5-i qurmaq üçün mən bu damalardan bilirəm axı 6 bölgüdür. Bax, 1, 2, 3, 4, 5, 6. 5-ci yerdə dayananı seçəcəm. Gəl bunu qırmızı ilə qeyd edəcəm hətta sənin üçün. Bax, bura var, ha. Bir dəqiqə. Hə, indi düz gələr. Aha. Bax, bura. Bura bizim üçün nə imiş? 6-da 5 imiş. Bəs yaxşı, bunu qeyd eləyəndə 6-da 1 daxı gəl, mən sənə bunu biraz azaldım. Aha, tam düşsün şəkil. Bəli, 6-dan 1. Deməli, ay müəllim, bildin deyəsən, birinci nöqtəni seçəcəm, çünki 6-da 1 olmaq üçün tamamilə doğru deyirsən. Bəs yaxşı, -6-da 1, keçəcəm sol tərəfə. Çünki 0-dan sol tərəflər mənfilərdir. Əla, birinci nöqtəni seçəcəm, çünki 6-da 1 deyir. Düz eləyəcəksən, bu da olur nə?
-6-da 1. Bəs -1,2-də 1? Hə, bunun üçün dəyərli şagirdim, sən bunun məxrəcini əvvəla 6-ya gətir. Bunun üçün sürət və məxrəci 3-ə vur. Bu eləyir -1,6-da 3. İndi fikir ver. -1 tam mən vərəqi bu tərəfə keçməliyəm. Gəl mən səni burada çəkim. Elə bil ki, bunun davamını burada çəkirəm. Bildin necə? Sən -1-dən davamını çəkəcəksən. Və 3 dama o tərəfə gedəcəksən. Deməli, bu elə bil ki, bax, bu -1-in davamı 1, 2, 3-cü nöqtə. Bura olur sənin üçün, dediyim kimi, -1-in davamını getsən. Mənim vərəqimdə artıq yer qalmayıb o yüzdən. -1,2-də 1 də davamında dayanır. Bəs -6-da 5, heç nə, mənfi zonada 5-ci xəttə baxacam, 5-ci nöqtəyə baxacam və bu da mənim -6-da 5-im olacaq. Bunu silirik, davam edirik. Bəli, burada yadda saxla var. Burada hansı çoxluqlar bir-birinə daxildir, onu istəyir səndən, onu göstərir səndən. Bu hissə, izahdır və davam edək 10-cu tapşırıqla. Deyir, təklifin doğru yaxud yanlış olduğunu nümunələr göstərməklə əsaslandır. Hər bir natural ədəd rasional ədəddirmi? Bax, sən bunu əsaslandıranda deyirsən ki, müəllim, burada bizə kitab sxem verib və bu sxemə görə hər bir natural ədəd fikir ver, sarı tam ədədin içindədirsə, deməli, hər bir natural ədəd həm də tam ədəddir, həm də göyün də içində dayandığına görə hər bir natural ədəd həm də rasional ədəddir. Deməli, yanlışdır və yaxud da doğrudursa, buna bir D yazırıq, yəni doğrudur. B-yə baxaq, hər bir tam ədəd həm də rasional ədəddir. Bəli, qırmızı göyün içindədir. Deməli, hər bir tam ədəd həm də rasional ədəddir. C-yə baxırıq, hər bir rasional ədəd tam ədəddirmi? Xeyr. Çünki burada görürsünüz, göy hissə qırmızı hissənin içərisində deyil. Deməli, bu yanlışdır. Y hərfi yazırıq. D-yə baxaq, hər bir tam ədəd natural ədəddir. Bu da xeyir. Çünki qırmızı sarının içində, tamamilə sarının içində deyil. Sarıdan böyükdür. Ona görə bura yanlış yazırıq. Keçdik 11-ci suala. Boş xanalara daxildir və ya daxil deyil, bax bu o işarədir, uyğun olan müəyyən edin. Aha, yəni deyir ki, sənə bu natural ədəd çoxluğu sayılır axı. 5 natural ədədlərə daxildirmi? Təbii ki də 5 natural ədəddir. 5,5 natural ədəddirmi? Xeyr, çünki vergüllə yazılıb, o rasional ədəddir. -5 rasionaldırmı? Bu 2 işarəsi rasionala daxildir. Bəli, rasionala daxildir. -2,3 tama daxildirmi? Xeyr. Burada üstündən xətt çəkəcəkdik. Aha, xeyr. Çünki tam ədədlərə vergüllü ədədlər daxil deyil. 0 natural ədəddirmi? Xeyr. 5-də 1 rasional ədəddirmi? Bəli. -2-də 1 rasional ədəddirmi? Bəli. 5-də 1 tam ədəddirmi? Xeyr. Çünki kəsrlə yazılanlar tam ədəd deyil. Sonra -5 və n natural ədəddirmi? Xeyr. Bunun da konspektini qrupa göndərəcəm. Yəni, hansı tam ədədlərdir, hansı rasional ədədlərdir qrupa. Baxın, mütləq qrupa üzv olun və oradan yararlanın belə şeylərlə. 12-ci sual. Səbinə mərkəzi koordinat başlanğıcında olan R radiuslu çevrə çəkdi. Bu çevrə ilə koordinat oxu hansı koordinatlara uyğun nöqtələrdə kəsişər? Dəyərli şagirdim, bu sənə bilirsən nə demək istəyir? Bax, çevrənin radiusu R-dir. Bura R-dir. Düzdürmü? Deməli, mən 0-dan R-ə doğru gəlsəm, burada R dayanacaq. Bəs yaxşı, 0-dan sağa doğru müsbət R-dirsə, 0-dan sola doğru nədir? Təbii ki, mənfi R-dir. Onda bu misalın cavabı nə olur? -R və R. Dəyərli şagirdim, növbəti tapşırığı növbəti videoda görüşənədək.